32-ci sual. Girişə A və B natural ədədləri daxil edilmişdir. B dəyişənin çıxışda 13 ədədinin çap edilməsi üçün A dəyişəninin daxil edə biləcəyi ən böyük qiymətini müəyyən edin. Burada baxa bilərik ki, B-yə B üstəgələk A yazılıb. Buradan da gedib B böyükdür 7-dən baxsaq B böyükdür 7-dən olsaydı ola bilmir, çünki 2-yə vurulma 8 deyək olsaydı 16 plus nə qədər eləyir? Ona görə 13 olmur. Ona görə yox hissəsinə gedək. Buradan A üstəgələk B. A üstəgələk B 13 olmalıdır. A üstəgələk. Burada B-nin yerinə isə təzədən B üstəgələk A yazırıq. Bu da bərabərdir 13-ə. Burada 2A üstəgələk B bərabərdir 13-ə. B-nin yerinə ən kiçik natural qiymət, çünki A-nın ən böyük qiymət olması üçün 1-i yazırıq. 2A bərabərdir 12, A da bərabərdir 6 olur. Ona görə 32-də cavab B variantı 6.